Azərbaycanın dinç və sakit inkişafı kimləri isə yenə də yerindən oynadıb. Müstəqil və ərazi bütövlüyümüzün təmin olunmasını həzm edə bilməyənlər aranı qatıb gərginlik yaratmaq istəyindədirlər. Bu dəfə vətəndaşı olduqları soydaşlarımızı hədəfə alıblar. Qətl və həbslər həyata keçirməklə gözümüzü qorxutmaq istəyirlər. Azərbaycanın dinçliyini yenə şimal rüzgarı pozdu. Bu dəfə gecənin yarısı soydaşlarımızın yaşadığı ünvana hücum çəkildi. Mühakiməsiz, qanunsuz, qaydasız halda dinç sakinlərin evlərinə girib qətlə getirdilər. Özü də ailənin gözü qarşısında. Bu barbarlıq eynən bir neçə ay bundan əvvəl də yaşanmışdı. Mülki vətəndaşların olduğu təyyarəni vurub yerə salmışdılar Rusiya istiqamətindən. Bu hərəkətin dövlət adına ayıb olduğunu bilə-bilə etmişdilər. Nə üzr istədilər, nə kompensasiya ödədilər, nə də tutarlı istintaq nəticəsi göstərdilər. Bugünə qədər də yoxdur. Belə görünür ki, hələ görəcəklərimiz çoxdur. Neçə ki, harda Rus əskəri varsa ora bizim ərazidir. Bizim sərhədlərimiz sonsuzdur kəlməsi ölkənin birinci şəxsinin dilindən səslənəcək. Bu kimi olaylar da hələ çox yaşanacaq. Neçə ki, Rusiya postsovet ölkələrinin müstəqilliyinə yuxarıdan aşağı baxmaqda. Bu ölkələri və onların xalqlarını ikinci sort kimi görəcəksə, bu kimi kriminal addımlar da bitməyəcək. Onlar üçün imzaladıkları sənəti belə heçə saymaq su içimi kimidir. Amma qarşı tərəfin də səbri bir yerə qədərdir. Edilən qəddarlığa, qanunsuzluğa adekvat cavab verilməlidir və verilir də. Mədəni tədbirlərin Milli Məclisin nümayəndə heyətinin səfərlərinin ləğv edilməsi ilkin addımlardır və davamı olacaq sözsüz ki. Rusiyanın əsas məqsədi Azərbaycan siyasətinin Rusiyanın siyasətinə uyğun olaraq aparmasını istəməsidir. Rusiya artıq başa düşməlidir ki, Azərbaycan müstəqil dövlətdir. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmiş bir dövlətdir. Azərbaycan hər bir vətəndaşının hüquqlarını qorumaq, müdafiə etmək gücünə, hüququna malik olan bir dövlətdir. Təkcə Azərbaycanda yaşayan yox, cənab prezidentin söylədiyi kimi, dünyada yaşayan bütün Azərbaycanlıların hüquqlarının qorunması Azərbaycan dövlətinin mənəvi borcu və hüququdur. Yekaterinburqda baş verən hadisələr daha bir gerçəyi də ortaya qoydu. Azərbaycanın güclü, sabit və sakit olmasını istəməyən qüvvələr demək oyaqdılar. Gərginlik yaradıb fitnə fəsadlarını həyata keçirməkdə israrlıdılar. Bu dəfə Güdaza 2 zavallı soydaşımız getdi. Növbəti qurbanların da ola biləcəyini kim istisna edə bilər ki? Özünü sivil dünyanın bir parçası yox, cəngəllik qulduru kimi aparanlardan nə desən gözləmək olar? Odur ki, başımıza çarə qalaq. Dövlətimizdən möhkəm yapışaq. Onun varlığı bizim xilasımızdır. Harda yaşamağımızdan asılı olmayaraq, ümid və güman yerimizdir bura. Allah qorusun Azərbaycanı.